Bismillahirrahmanirrahim. Sual olunur ki, qadınlar saçlarına keratin qoyduqda bu halda dəstəmaz və qüsul ala bilərlərmi? Cavab budur ki, saça qoyulan keratinlə dəstəmaz almağın işqalı yoxdur. Dəstəmaz səhihdir. Amma qüsula gəldikdə isə burada biz mütəxəssislərə, bu işlə məşğul olanlara müraciət eləməliyik. Əgər onlar desələr ki, bu keratin saçda maneələr icad edir, bu surətdə həmin keratinlə qüsul almaq işqallıdır və səhih deyil. Amma əgər onlar desələr ki, keratin saçda maneələr yaratmır, sadəcə saçın formasını dəyişir, ona həcm verir və onun daxilinə hopur, bu surətdə əlbəttə ki, keratinlə qüsul almağın işqalı yoxdur.